Usikum və nəfsi bitəqvallah. Həm sizi, həm özümü ilahi təqvaya dəvət eləyirəm. İstər gizlin və istər aşkar Allahdan çəkinməyi tövsiyə eləyirəm. İkinci xütbəmizdə bir mənəvi mövzu barəsində danışmaq istəyirəm. Xütbəyə bir sualla istəyirəm giriş eləyək. Sualım bundan ibarətdir ki, insanın həqiqi dəyərini nə müəyyən eləyir? Adam dəyərlidir ya dəyərsizdir, necə müəyyən eləyə bilərik? Əməlinə baxıb, əməl aldada bilir. Namazına baxıb, o da aldada bilir. Mən başqa nəyinə baxaq ki, bu adamın dəyərini müəyyən eləyək? Elə başqalarıyla işimiz olmasın, özümün. Mən özümün dəyərli olub olmadığımı necə ölçə bilərəm? Bax, sizə bir mən düstur danışacağım, çox vacib bir məsələdir. Hamımıza aiddir, heç özüm qarışıq. Adam öz dəyərini müəyyən eləyə bilir. Biz bilə bilərik, yaxşı adamıq, dəyərli insanıq, Allah yanında hörmətliyik ya yox. Bunun rahat bir yolu var. İnsan necə müəyyən eləsin ki, həqiqi dəyərim nə qədədir? İnsanın həqiqi dəyəri ən gizlində qalan bir şeydir. Özündən qeyri heç kimə məlum deyil. Elə bir şeydə yatır bizim dəyərimiz ki, onu biz cəmaata göstərə bilmərik. O bizim özümüzdədir. Biz onu cəmaata sübut eləyə bilmərik. Deyə bilərik, amma inanıb inanmamaqları öz boyunlarındadır. Amma özümüz bilə bilərik. Özümüz rahat müəyyən eləyə bilərik. İnsanın həqiqi dəyəri ən gizlində qalan şeydir. Hamıdan gizlədə bilərik onu biz əslində. Məsələn, belə bir şey deyim də, mən çox dəyərsiz bir adam ola bilərəm, amma özümü çox dəyərli insan kimi sıraya bilərəm. Amma daxildə o dəyərsizliyi ən alt qatda gizlədə bilərəm. Nədir də o? Bir şey bizim hamıdan gizlin olan, bu şey bizim hamıdan gizlin olan düşüncələrimizdir, niyyətimizdir. Bizim xislətimizdir, şəklimizdir, bizim özümüzdür, öz düşüncələrimiz. O bizim həqiqətimizdir, həqiqi dəyərimizdir. Yəni insanın öz şəxsiyyətinin dəyəri onun düşüncələrinin dəyəri qədədir. Düşüncələrinin dəyəri qədər. Nə çox düşünürsən, necə düşünürsən, nə haqda düşünürsən, niyə düşünürsən, bunlar hamısı insanın dəyərini müəyyən eləyir. İnsan nə haqqında çox düşünürsə, həmin şey onun özüdür. Onun özüdür əslində. Və həmin şey birbaşa onun xarakterini yaradır. Mən sizə bir nümunə çəkim. Peyğəmbər sallallahu dövründə bir döyüşlərin birində bir nəfər müsəlman Həzrəti Rəsulullahın yanında döyüşür. Əskərdir, cihada gəlib. Döyüşdə gözü sataşır ki, Həzrəti Rəsulullahın yanında olan adamı təsəvvür edin də, bir dənə zəhmət olmasa. Bu adi bir adam deyil, bu Peyğəmbər sahabəsidir. Hamımız o kişini görməyi, yuxumuzda belə bir an görməyi arzu elədiyimiz halda bu onun yanındadır. Və belə bir adamın buraxdığı səhvə baxın bir dənə. Bu adam döyüşür, baxdı gördü ki, kafirlərdən biri eşşəklə gəlib, ulaqla. Döyüşə ulaqla gəlib. Ulaq da qəşəng bir ulaqdır. Bu da baxdı, düşündü. Yanındakilər dedi ki, bu yaxşı ulaqdır. Bu mənə çox lazımdır işimə görə. Su daşıyaram, odun daşıyaram, belə elə. Mən gedirəm onu öldürməyə, onun ulağını qarət eləyim də, keçirdim elə. Ulağın özünü öldürsəm, ulağını götürəcək. Getdi, döyüşdü, nə baş verdi? Kafir vurdu, bunu öldürdü. Ona bilirsiniz müsəlmanlar nə dedilər ondan sonra? Qatilul himar. Eşşək yolunda öldürülən. Adı qaldı elə ondan sonra. Haçan adı çəkilir, deyirlər, qatilul himar, eşşəyə görə öldürülən. Peyğəmbər yanındasan, cənnətə gedə bilərdin, bir dənə eşşəyə görə ara getdin, çıxdın. Bax, insanın düşüncəsi nəyi hədəfləyirsə, eşşək qədər dəyəri var idi onun da. Nə olsun Peyğəmbər yanındaydı? Nə olsun ki, cihadda iştirak eləyirdi? Adam gör, hara apardı, bağladı cihadı. Allah razılığı qaldı bir kənarda, Peyğəmbəri qorumaq, dini qorumaq qaldı bir kənarda. Adam düşdü eşşək dalıcan. O əzəmətdə bir düşüncələr, niyyətlər beynindən xaric oldu, əvəzinə eşşək marağı gəldi. Odur ki, eşşək uğruna da özünü fəda elədi. İnsan nəyi düşünürsə, ömrün onun uğruna fəda eləyir. Mən bunu demək istəyirəm. Şəxsiyyətin onun uğruna fəda eləyir. Nə bizim zehnimizdə həmişə öz dominantlığını qoruyub saxlayırsa, həmişə o zehnimizə hakimdirsə, biz oyuq əslində. İndi mən sizə Quran-ı Kərimdən bir ayə oxuyum. Bu çox maraqlı ayədir. Bunu heç vaxt sizə oxumamışam. Bu məsciddə mənim yadıma gəlmir ki, bu ayəni nə vaxtsa oxuyum. İlk dəfədir bu ayəni oxuyuram.
Peyğəmbər sallallahu Allah İsra surəsi 84-cü ayədə bir əmr eləyir. Buyurur Peyğəmbər, qul. Peyğəmbər de. Kullun ya'malu ala şakilatihi. Ayə bitdi. Ya Rasulum de. Hər kəs öz şəklinə görə, öz xislətinə görə əməl eləyər. Fikir verin ayəyə. Hər kəsən özünə görə əməl eləyər, öz xislətinə, şəklinə görə. İndi biraz bu ayəni açmaq lazımdır. Bu ayədə qeyd olunan şakilə nədir? Quran deyir ki, hər kəs öz şakiləsinə uyğun əməl eləyər. Nədir bu şakilə? Ərəb dilində şikl sözündən götürülüb bu şakilə sözü. Ərəb dilində cilova şikal deyirlər. Cilov nə üçündür? Cilov heyvanı saxlamaq, idarə etmək, onu azadlığını buxovlamaq məqsədi iləndir. Yəni öz başına hərəkət eləməsin. Cilov vurursan ki, onu ürəyin istəyən yerə apara biləsən. Şakilə, yəni insanı cilovlayaraq idarə edən düşüncələri, insanı idarə eləyən xarakteri, insanı idarə eləyən ruhiyyəsi. Bunlar şakilələrimizdir bizim. Şakilə, yəni insanın fitrəti deyil ha. Belə başa düşmək. Fitrət pakdır. Hamımızın fitrəti eyni köklüdür. Tövhid fitrətindədir. Fitrət sonradan yaranan deyil. O Allah tərəfindən bizə qoyulub. Amma şakilə sonradan yaranır. Şakiləni özümüz yaradırıq. Necə? Düşünərək. Nəyi çox düşünürsən, nə haqqında düşünürsən, nə olmağı düşünürsən, kimin haqqında nə düşünürsənsə, sənin əslində odur şakilön. Yəni şakiləni xasiyyətdə belə deyək, xarakter. Xarakter və xasiyyətimizi biz özümüz yaradırıq. Nəyin nəticəsində? Düşüncələrimizin nəticəsində. Düşüncələr bir gün əmələ çevrilir, əməllər də bizim xasiyyətimizi yaradır, xarakterimizi yaradır. İnsan özü öz şakiləsini yaradır. Baramaqurdu hamımız görmüşük bəlkə də. Baramaqurdu öz yuvasını özü yaradır. Öz ətrafında başlayır, tor qurur, axırda onun içində qalır, ölür, çıxa bilmir. Hər tərəfdən özünü bağlayır. Yumurta kimi belə bir top yaradır, özü qalır içində ölür. İnsan da özü bir şakilə yaradır. İnsan özü öz şəklini, şakiləsini özü yaradır. Və nəhayət öz şakiləsinin içində buxovlanır. Yəni artıq öz yaratdığı xarakterin cızığından çıxa bilmir. Buxovlayır özünü. Ona görə Allah çox qəribə bir ifadə işlədir, şakilə sözünü. Yəni buxov yaradır insan özünə. Allah buyurur ki, ya Rasulum de, insanlar özləri öz yaratdıqları buxovdan kənar əməl eləyə bilməzlər. Özlərinə ki, zəncir taxıblarsa, o zəncir hara qədər uzanırsa, ora qədər gedə bilərlər. Bu ayə yəni bunu demək istəyir bizə. İnsan həmişə düşünsə ki, mən pis adamam, o elə həqiqətində pis adam olacaq. Və ya pis şeylər düşünsə, günahlar düşünsə, günahlar haqqında düşünsə, o düşündüyü günahlar var, ən ağır günah ki, heç vaxt deyərsən mən eləmərəm, onun bir sadə yolu var eləməyin. Ən ağır günahı da eləməyin sadə yolu var. Otur hər gün 5-10 dəqiqə o günah haqqında düşün. Heç nə yox, elə belə düşün. Kiminsə elədiyini təsəvvür elə. Axırda düşün, birazdan görəcəksən ki, artıq o düşüncələr səni narahat eləmir. O günah haqqında düşüncələr əvvəl səni narahat edirdisə, indi narahat eləmir, rahat düşünə bilirsən. Birazdan o rahat düşündüyün günaha həvəs yaranacaq səndə. Həvəs yaranandan sonra əmələ keçəcək. Yəni düşüncə səni özünü yaradacaq. Düşüncə əməlin təbii səbəbidir. Əməl də düşüncənin təbii nəticəsidir. Ona görə də hər şeydən əvvəl düşüncələrimizdən müğayət olmalıyıq. Düşüncələrimiz də hər şeyi problem yaradan. Nöqsan hardan başlayır? Düşüncəndən. Mən niyə gəldim, çıxdım bu yola? Mən niyə bu günah elədim? Vaxtında düşüncəmə nəzarət eləyərdin, eləməzdin. Vaxtında. İmam Sadiq əleyhissalam Usul Kafidə nəql olunan bir hədisdə, gözəl bir hədisdə buyurur, niyyət elə deyir, əməlin özüdür. Biz deyirik ki, niyyət əməldən daha əvvəl gəlir. Amma imam buyurur ki, niyyət elə əməlin özüdür. Yəni, niyyət elədimsə mən, nə düşündümsə, o elə mənim əməlimdir əslində. Başa düşürsünüz? Mən nəyi düşünürəmsə, mən deyərəm ki, mən filan günahı düşünürəm, amma eləmirəm ki. Yox, eləməyin şərt deyil. Elə düşünürsənsə, elə o elədiyin səviyyədə, o günahın səviyyəsindəsən. Bir adam ki, bir şeyi düşünürsə, deməli, onun səviyyəsi o gündədir. Yəni, mən oturub günahı niyə düşünürüm, nə mənası? İmam Sadiqə sual verdilər ki, siz günah haqqında düşünürsünüz, dedi, yüz üstürəm, siz nəcis haqqında oturub düşünürsünüz. Yəni o günahın belə deyə bənzətməsini nəcisə uyğunlaşdırdı imam. Yəni ki, o necə pis şeydir ikrah edirsizsə, biz də günah haqqında düşünməkdən o qədər ikrah edirik. Niyyət nədir? Niyyət yəni mənim düşüncəm.
Niyyət mənim düşüncəmdir, bax. Nə düşünürəmsə niyyətim odur mənim. Niyyət insanın düşüncələrinin nəticəsi, düşüncələrinin sonu. Nəyi düşünəcəksə bir gün onu ya gizlində ya da aşkarda eləyəcək. Ya gizlində ya aşkarda eləyəcək. Ola bilər cəmaatdan qorxaq, gizlində eləyək, amma eləyəcək. İnsan nəyi düşünürsə gec-tez eləyəcək. Ona görə düşüncələrdən müğayət olmaq lazımdır. Günahların hamısı öncə bizim xəyallarımızda yaranır, düşüncələrimizdə yaranır. İnsanlar bizi zahirdə olan əməllərimizə görə tanıyır. Amma Allah bizim düşüncələrimizə görə bizə dəyər verəcək, niyyətimizə görə dəyər verəcək. Mən əməlimlə insanları çaşdıra bilərəm, amma Allaha çaşdıra bilmərəm. Niyə? O niyyətimə baxır axı. O niyyətimə baxır deyə Allaha çaşdıra bilmərəm. Cəmaat çaşar. Cəmaat düzü yaxşı, yaxşını düz tanıya bilər. Amma Allah da çaşmaz, Allah bu cür tanımaz. Niyə? Çünki Allah birbaşa niyyətin özünü bilir deyə. Düşüncədən xəbərdardır deyə. Düzdür ki, günah haqqında düşünəndə insana günah yazılmaz. Mən oturum bir günah haqqında düşünüm, mənə Allah günah yazmır. Amma o demək deyil ki, günah yazılmırsa oturub düşünə bilərəm. Əməli, insanın günah əməlinə aparan yolun ilk addımı günah haqqında düşünməkdir. Sirey İbn Hişamda bir hadisə yazılıb, Peyğəmbər dövründə baş verən bir hadisədir, maraqlı bir hadisədir. Mən onu sizə oxuyum, danışım, sözümü tamamlayayım bu ilə. Yəni, əvvəldə də bir hadisə danışdım, indi də danışıram ki, bu hadisələrdən özümüz üçün bir nəticə çıxardaq. Asim ibn Qutadə adında bir sahabə nəql edir ki, bizim qəbiləmizdə Qizman adında bir kişi var idi. Döyüşçü, pəhləvan bir insan idi. Qorxmaz bir adam idi. Qizman. Ühüd döyüşündə gəldi Peyğəmbər sallallahu qoşununa qoşuldu və döyüşdü Peyğəmbərin tərəfində. 7 nəfər müşriki tək başını öldürdü. Axırda deyir ona ağır qılınc yarası vurdular. Yaralandı. Döyüş bitəndən sonra yaralıları aparıblar müalicə eləməyə. O dövrdə Əli Rəsəlam da yaralanmışdı o döyüşdə. Çox ağır yaralar almışdı. Bu Qizmanı da aparıblar bir yerdə müalicə edirlər. Bu da yaralanıb, çırpınır ora-bura. Gəldilər Həzrəti Peyğəmbər sallallahu dedilər ki, ya Rasulullah filan kəslər yaralanıb. Elə ki gəldilər çatdılar bu Qizmanın adına. Dedilər ya Rasulullah o pəhləvan kişi var idi. Qizman qoşulmuşdu bizə bu cür gözəl döyüşür deyə. O da yaralanıb. Peyğəmbər dedi ki o cəhənnəm əhlidir. Bir anın içində hamı düşdü təəccübə. Ya Rasulullah sənin gözünün qabağında bu adam sənin yolunda döyüşüb, ağır yaralanıb, indi də ölüm döşəyindədir. Sən onun haqqında deyirsən ki, o cəhənnəm əhlidir. Peyğəmbər bir də təkrar edir. Bəli, cəhənnəm əhlidir. Niyə ya Rasulallah? Neyniyib o ki? Nə pis iş görüb baxı? Döyüşüb də əskər neynir, o da onu eləyib. Dedi, gedin, yanına görəcəksiniz. Gəldilər Qizmanın yanına, gördülər uzanıb. Sahabələr hamısı yığılıblar başından, dostları, müsəlmanlar. Qizmana deyirlər ki, Qizman, halal olsun sənə, biz səni cənnətlə müjdəliyirik. Əgər birdən indi ağrılar dözməyib, şəhid olsun, müjdə olsun sənə cənnətə gedirsən. Bu da baxdı bunlara belə acıqla, kinayə ilə dedi ki, əşi, nə cənnət, nə ilə müjdə verirsiniz mənə? Mən cənnətə görə, Allaha görə gəlməmişdim. Mən gəlmişdim ki, öz qəbiləmin necə şücaətli olduğunu göstərim. Öz tayfamın nə qədər mərd olduğunu göstərim. Mən gəlmişdim, sübut eləyim ki, bizim kişilər belə, bizim kişilər belə. Axırda bilirsiniz nədir bu? Ağrıya dözə bilmədi. Götürdü bir dənə oxu, damarlarını saldı damarlarına, kəsdi, intihar elədi, öldü. Ona görə Peyğəmbər buyururdu, cəhənnəm əhlidir. İntihar elədi, getdi dünyadan. Halbuki azacıq düşüncələrin düzəltsəydi, Allaha görə döyüşsəydi, Allah yolunda döyüşə görə, Allah yolunda ölüm arzulasaydı, Allahın dinini müdafiə etmək məqsədi ilə gəlsəydi ora, nə gözəl son olacaqdı onun. Hara gedəcəkdi, düşəcəkdi. Əbədiyyən xoşbəxt olacaqdı. Amma təsəvvür edin, adam nə niyyətə, nə düşüncəyə gəlir. Niyə? Çünki bir ömür oturub ancaq bunu düşünüb. Onun düşüncələrində ancaq bu şey var. Mənim tayfam hamıdan üstündür. Biz hamıdan böyüyük. Biz hamıdan yaxşıyıq. Bu düşüncələr var, axırın adamın bu günə qoyur. Allah çıxır yaddan. Mən məsələn, illərdir biz bəzən bu yollarda yığda görürük də, illərdir bəzi insanlara Allah rizası üçün iş görməyi izah eləyə bilmirik.
Niyə izah edə bilmirik? Çünki düşüncələrin bizi nə həbs eləyib? Tayfabazlıq. Düşüncəsini həbs eləyib ancaq mənim adım çəkilsin, mənə hörmət olunsun, mənə alqış deyilsin. Bu düşüncələrimizi bu şeylər həbs eləyibsə, o adama Allah rızası falan çatmır. Çünki düşüncələr buxovlanıb, cilovlanıb. Quran nə dedi? Dedi, hər insan öz şəklinə görə əməl eləyər. Hər insan öz xislətinə görə əməl eləyər, düşüncələrinə görə əməl eləyər. Ona görə də mən buradakını dəyişməyənə qədər heç kim məni dəyişə bilməyəcək. Heç kim, heç peyğəmbər də dəyişə bilmir. Adam özü, öz düşüncələrini dəyişmək istəməyənə qədər, öz düşüncələrinin yanlış olduğunu başa düşüb, onları bir kənara qoymaq istəməyənə qədər alınmır, o insanlara başa sala bilmirsən. Divara dedin, ya o adama dedin, eyni şeydir. Qoymaq istəmir də, öz düşüncəsini yerə qoymaq istəmir. Bir dəfə də olsun, özünə tənqidi yanaşmır. Demir ki, bəlkə mən səhv düşünürəm, bəlkə mən düz düşünmürəm. Yox, nə danışırsan? Bizdə heç vaxt səhv düşünən olmaz. Mənim babam da düz düşünüb, atam da düz düşünüb, mən də düz düşünürəm. 7 nəslim arxamda düz düşünüb, biz heç vaxt səhv düşünməmiş. Yəni, gəl onu otur, başa sal, Allah rızası, peyğəmbər, imam, Allah yolunda belə iş görmək, Quran belə deyir, xeyr yoxdur. Ona görə də Quran bizə başa salır ki, diqqətli olun, düşüncələrinizdən müğayət olun. Orada dəyişməyənə qədər Peyğəmbərin yolunda öldürülsəz də belə, o düşüncələr sizi bədbəxt eləyəcək. Necə ki, bu qizmanı da elədi. Allah bizi düşüncələrimizin təhlükələrindən amanda saxlasın inşallah. Allahın verəm öz rəhmət və cəlalına. Allah bizi günah haqqında düşünməkdən uzaq eləsin. Düşüncələrimizi həmişə gözəl şeylər barəsində məşğul eləyək. Heç vaxt düşüncəmizə heç kim haqqında pis şey gətirməyək. Heç kimin pisliyini düşünməyək. Heç kimin üzr istəyirəm, dönə-dönə üzr istəyirəm. Heç kimin namusunu düşüncələrimizin əyləncəsi eləməyək. Bunlar geci-tezi bizi bədbəxt eləyər. Heç kimin malın, mülkünü düşüncəmizin əyləncəsi eləməyək, abrını düşüncəmizin əyləncəsi eləməyək ki, axırda nəticəsi pis olacaq. Allahın verirəm bu cümə gününün hörmətinə, Allah bizim düşüncələrimizi qoruyub, onları ilahi yolda, düzgün yola istiqamətləndirə biləcək qədər qüvvət bəxş eləsin inşallah.